Nəfsin islahı nədən ibarətdir? Etmə. Nəfsi əmmarəni necə islah edirsən? Olmaz. Dayan. Özdən müstəhəbdir ki, iftara yaxın süfrə açılsın, yeməklər düzülsün. Yəni, fiziki olaraq sənin qüdrətin var o yeməkdən, sudan içəsən, yeməyi yesən, düzülüb qabağa. Amma nəfsi biraz da neynirsən? Əsəbləşdirirsən. Amma deyirsən ki, dayan. Hələ dayan. Hələ gözlə. Hələ olmaz. Niyə olmaz? Səbəb nədir? İndi 5 dəqiqə qabaq yudun, ya 5 dəqiqə sonra yudun. Nədir bu? Hələ Allah icazə verməyib. Bu gözəl islahatdır nəfs üçün. Hələ ondan icazə gəlməyib. Yəni, bunun o mənəvi zövqünü tutmaq lazımdır. Bu zövqü yaşamaq lazımdır. Ələl-xüsus iftar açılan vaxt. Və yaxud da ki, hələ imsaqda da həmçinin. Ki, saxlayırsan özü ki, Allah icazə vermir.